Nə etsəniz də bu bilinçin xəmirini cıra bilməzsiniz. Çox elastik, ləzzətli, dadına doymaz və bir o qədər də asan. Uşaqdan böyüyə bunu hər kəs hazırlaya bilər. Diqqətlə qulaq asın. 2 ədəd yumurtanın üzərinə 1 çay qaşığı hardasa duz əlavə edib qarışdırıram. 1 stəkan su, 1 stəkan südü də əlavə edib qarışdırmağa davam edirəm. Ardınca 1 çay qaşığı şəkər tozu, 4-5 yemək qaşığı duru yağ əlavə edib qarışdırmağa davam edirəm. Bu xəmirə 1 stəkan un əlavə olunur. Sıyıq kimi duru məhlul alınır. Bunu isidilmiş qızğın tavada yağsız formada bişiririk. Yalnız südlə etsəniz cırıla bilər. Ona görə həm su, həm süddən istifadə edin. Göyərtilərimizi də doğradım, kəsmi ilə qarışdırdım. Kəsmin içərisinə biraz duz da əlavə elədim. Siz ətlə də edə bilərsiniz, kartof püresi ilə də edə bilərsiniz. Sizə necə xoşdursa. Mən çoxdandır kəsmili bilinçik yemirdim. Ona görə də kəsmili hazırladım. Deməli bu bilinçiklərin hamısını belə bükürsüz. Əvvəlcə yumurtaya, daha sonra isə pankoya. Panko Yapon çörək qırıntısıdır. Siz suxari ilə də edə bilərsiniz. Qarışdırırsınız və duru yağda, bol yağda qızardır. Soyuyanda belə çox ləzzətli, xırçıltısını itirməyən bir bilinçiklər edirsiniz. Bunu mütləq hazırlayın. Açıqlama bölümünə resepti tam olaraq qeyd edəcəm. Nuş olsun, göz haqqınızı hal edin. Bu və ya daha maraqlı videoların ardı üçün səhifəmi izləməyi unutmayın. Özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.